geriye dönüştürür, hiçbir mentıki ziddiyet yaratmır. Varsa zahmet olmasa mentıki düsturla koy ortaya. Zahmet olmasa. Mentıki hiçbir ziddiyet yaratmır, sonsuz geriye dönüştürür. İkincisi her şeyin başında bir şey olmalısa Tanrı'nın niye istisna edilirse? Bu bir mentık hatasıdır. Tanrı'nın istisna edebilmezse Tanrı'nın özünün de ihtiyacı var buna. İstisna edilirsense keyfine göre. Gelsen ki Tanrı her şeyin yaratıcısı ve onun özünün yaratıcıya ihtiyacı yoktur. Yaratıcısız bir şey var olabilirse tabiat diye istisnadır. Bunların cevabı verin. Bunların cevabından da qabaq. Zahmet olmasa dediğim gibi bu şeyi təmin elə. Senin Tanrın metafizik substansiyadır yoksa şəxsdir. Konkret təyin olunmalıdır. Buyur və mümkün qədər qısa tutun. Bax, bəy, qəbul edirik zaten. Ümumiyyətlə, bir dənə məsələdən başlayacağım. Yazmışsan ki, Tanrının varlığı nə var etdi? Əgər bu... Əzizim, verdiğim sualları təmin edirsiniz zəhmət olmasa. Onlardan danışıram. Təmin olmalı olduğunuz şey ontoloji statusu təyin edən kriteriyalardır. Mənə başqa mövzudan, hekayə danışmayınız. Mən bundan danışmışam, mən bunu izah etmişəm. Verməmisən, qardaş, verməmisən. Mən birinci izah ediyim bu varlıq haqqındakı konsepsiya nə idi? Əzizim, varlıq haqqında mümkün varlığın neçə hissəyə bölünür, tamam. Tanrının varlıq eləyən kriteriyalar nələrdir zəhmət olmasa? Qardaş, mən ən başda bundan danışmışam. Təkrar danışın. Əzizim, sual birinci budur. Bax, bayaqdandır. Eyni şey təkrar edirəm, amma tələb qarşılanmır. Sənin Allahın hansı kriteriyalara görə varlıqdır? Bu bir. İkinci sual. Rasyonal kriteriyalarını ən başda izah edin. Bir sualları tərtəmiz verəcəm və tərtəmizdə cavab istəyəcəm. Sənin Tanrın, İslamın Tanrısı hansı analitik kriteriyalarla varlıqdır? Bir. Sənin varlıq dediyin bu şey ki, hələ bunu birincidən demədən varlıq statusu qoya bilməzsən. Sənin varlıq dediyin şey şəxsi yoxsa metafizik substansiyadır, zamandan, məkandan münezzə abstrakt səbəbdir. Bu iki şeyi sən təmin eləmədən heç bir şeyin Tanrı ilə bağlı, heç bir şeyin detayından, meyarından, varlığından danışa bilməzsən. Zəhmət olmasa bu... Əzizim, bu qaydanı siz qoyursunuz da? Yox. Kim qoyur? Siz qoydunuz da bu qaydayla. Özün qoydun. Herkese selam. Yeni bir podcast bölümünde karşınızdayıq. Bugün müzakere edeceğimiz mevzu belki de birçoğunuzun sosyal şebekelerde, forumlarda rastlaştığı tipik ama bir o kadar da dayaz ateist argumentleri hakkındadır. Salamlar herkese. Bəli, bugün çevik adlandırdığımız bir karakterin, daha doğrusu onun timsalında cahil ve manipülatif ateist yanaşmasının anatomiyasını çıxaracağıq. Çevik elə bilir ki, bir neçə köhnə fəlsəfi fərziyyə ilə inananları küncə sıxışdıra dilər. Düzdür, çevik gelir ve dindar birine çok ağıllı görünen bir tələ qurur. Deyir ki, sen ki deyirsən Allahı kimse yaratmayıb, o həmişə var idi. Onda gel elə deyək ki, təbiət də həmişə var idi, onu da kimse yaratmayıb. Yani adam öz aləmində şahmatda mat etdi. Əslində fəlsəfədə bunun çox gözəl bir adı var. Yalancı analogiya, yəni eyni olmayan şeyləri bir-birinə bənzətmək. Çevik burada kategori mistake dediğimiz kategoriya xətasıdır. Bəs bunu sadə dildə necə izah edərik? Niyə təbiət öz-özünə var ola bilməz? Çünki elm, konkret olaraq fizika özü çevikə şillə kimi bir cavab verir. Təbiət məhdud və dəyişkəndir. Termodinamikanın ikinci qanunu, yəni entropiya bizə sübut edir ki, kainatın enerjisi getdikcə tükənir. Əgər kainat əbədidən bəri var olsaydı, enerjisi çoxdan bitmiş və ölü bir vəziyyətə gəlmiş olardı. Üstəlik, böyük partlayış, yəni Big Bang nəzəriyyəsi kainatın konkret bir başlanğıcı olduğunu sübut edir. Başlanğıcı, ölçüsü, dəyişimi olan bir sistem necə əbədi ola bilər? Yəni çevikin məntiqi ilə yanaşsaq, çöldə bir qart topu görürük. Soruşuruq ki, bunu kim düzəldib? Çevik deyir ki, onu düzəldən adamı görmürüksə, gəl elə qəbul edək ki, bu qart topu milyard illərdir öz üzünə buradadır. Nə qədər absurd bir iddiadır. Tamamilə elədir. Yaradanla yaradılan eyni qanunlara tabi ola bilməz. Kainatı yaradan güc, kainatın tabi olduğu zaman, məkan və maddə qanunlarından kənardadır. Fəlsəfədə buna mümkün varlıq və zəruri varlıq deyirlər. Kainat mümkündür, yəni olmaya da bilərdi. Amma Allah zəruridir. Bəs Çevikin ikinci sualı. O deyir ki, sənin Tanrın bir şəxsdir, yoxsa metafizik bir substansiyadır. Sanki başqa variant yoxdur. Bu da Çevik'in dünya görüşünün nə qədər dar olduğunu göstərir. Buna false dichotomy, yəni yalancı dixotomiya deyilir. Çevik səni iki bəsit qalıbdan birinə salmaq istəyir. Ya Yunan fəlsəfəsindəki Zevs kimi buludların üstündə oturan bir əmi figurunu seçməlisən, ya da kainata yayılmış şuursuz, kör bir enerjini, eləmi? Bəli, halbuki İbrahimi teologiyada, xüsusən İslamda Allah nə biyoloji bir şəxsdir, nə də təbiətə qarışmış bir panteist enerjidir. Allah mütləqdir, transcendentdir. Yəni həm zamandan, məkandan, maddədən tamamilə uzaqdır, həm də elm, iradə və qüdrət sahibidir. Çevikin fəlsəfi biliki o qədər limitlidir ki, o iradəsi olan, lakin maddədən müstəqil bir mütləq varlığı beyninə sığışdıra bilmir. Hən gülməlisi də oldu ki, dindar adam ondan soruşanda ki, ay Çevik, sən bu qaydaları, bu meyarları hardan çıxardın? Adam cavab tapa bilmir və başlayır aqressivləşməyə, rəqibinə qanmaz deməyə.
Çünki iddiaları elmi və ya obyektiv ontoloji argumentlərə əsaslanmır. Fəlsəfədə kəlam kosmoloji argumenti var. İncə ayar, yəni teleoloji argument var. Amma çevik elmi müzakirə aparmaq əvəzinə təbaşirlə yerdə balaca bir dairə cızır, istəyir ki, səni o dairənin içinə salsın və yalnız onun qoyduğu, özünün uydurduğu dar qaydalarla oynayasan. Xülasə, çevik həm cahildir, həm də çox aqressivdir. Özünün qurduğu məntiqi tələlər isə sadəcə fizikanın və fəlsəfənin təməl qanunları qarşısında darmadağın olur. Obyektiv həqiqət çevikin şıltaqlıqlarına deyil, elmin və sağlam məntiqin təməllərinə dayanır. Çox gözəl yekunlaşdırdın. Ümid edirəm dinləyicilərimiz bu cür manipulativ ateist iddiaları ilə qarşılaşanda artıq onlara hansı elmi şilləni vuracaqlarını yaxşı bilirlər. Bizi dinlədiyiniz üçün təşəkkürlər. Növbəti fəlsəfi nokautlarda görüşənədək.